Birliği'nin ve Azerbaycan Gazeteciler Birliği'nin üzvü Sayın Fergane Mehdiettin kızı hanımefendiyi konuşmak için davet ediyorum. Bugünkü günü doğrudan gün verici gündür. Bizim gençler geçmişimizde olanları hiç zaman unutmur. Ve buna göre ben Uşaqın müəllimə, ədəbi birliyə, sizin ədəbi gençlər birliyinə təşəkkür edirəm. Hər zaman fəaliyyətlərindən, yüksək enerjiylə, hər zaman dövlətin, xalqımızın yanındadılar, prezidentimizin yanındadılar. Bunu mən dəfələrlə şahid olmuşam və tədbirlərlə də iştirak etmişəm. Mən də sizə təşəkkür edirəm. Sonra dahi şəxsiyyət haqqında danışmaq doğrudan həm qurur vericisidir, həm də şərtindir. Biz bugün bu öndərimizin dahi şəxsiyyətimiz haqqında danışırıq. O şəxsiyyət ki, Azərbaycanın qurucusu, banisi, eyni zamanda mən onu deyə bilərəm ki, Azərbaycan tarixində, Azərbaycanımızda, dövlətimizdə elə bir sahə, elə bir yer yoxdur ki, orada ulu öndərimiz Heydər Əliyevin izi orada işi olmasın, əməli olmasın. Mən birinci filolog kimi onu qeyd edərəm ki, həm təhsil sahəsində, həm mətbuat sahəsində Heydər Əliyevin bizə çox önəmli, nüfuzlu əməyi oldu. Onlardan biri Heydər Əliyevin hər zaman yaddan çıxmayan kəlamı varsa, xalqı, milləti, xalqı, millət edən onun dili, ana dilimiz. Mən onu demək istəyirəm ki, bugünkü günü Heydər Əliyevin davamçısı kimi bizə qoyduğu ən böyük varis bugün bizim cənab prezidentimiz, ailə başqanlığımız İlham Əliyevdir. O şəxs ki, ata vəsiyyətini yerinə yetirən şəxs. Heydər Əliyevin hamımız bildiyimiz kimi arzusu qaldı ki, o arzusu ki, torpaqlarımıza getmək. Biz onu çəkilişlərdə də görmüşük ki, şirin bir çəkilişi var idi, biz Novruz bayramında belə bir çəkilişi var idi ki, biz Şuşada olacağıq, Qarabağda da, Laçında da, Kəlbəcərdə də, hər yerdə olacağıq. Bu bizim ulu öndərimizin sözü idi. Bugün o sözü, ata vəsiyyətini yerinə yetirən oğul, bəli, biz bu günlər Şuşamızda da olduq, Kəlbəcərimizdə də, Qarabağımızda da. Buna görə mən Heydər Əliyevə, ulu öndər ruhuna, məkanına dualar deyirəm ki, o cürə mərd oğul qoydu. Və eyni zamanda mən bir söz demək istəyirəm ki, Heydər Əliyevin ən böyük, güclü sözü bizə kəlamı oldu ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bugün bəli, mən fəxr edirəm ki, millətimlə, devlətimlə, ölkəmlə fəxr edə bilirik ki, alınacaq. Bugün mən Azərbaycanlıyam. Ona görə ki, Azərbaycanlıyam. Bəli, mənim alınmış torpaqlarım vardır. Düzdür, mən şəhid ailələri qarşısında, qazilər qarşısında baş əyirəm. Bizə bu günü yaşatdıqlarına görə, eyni zamanda cənab prezidentimizlə xalq birləşərək dəmir bir yumruq obrazını, böyük bir simbol yaratdılar. O yumruq ki, düşmənin başına əsl yumruq kimi indi. Və bugünkü günü biz qalib xalqın, qalib ölkənin vətəndaşıyıq. Bu da bizim keçmiş irsimizdən gələn xalqımızın mərdliyi, sücayətidir ki, bugün mən həm bir pedagog kimi, həm mətbuat işçisi kimi, bütün sahələrdə çalışmışam ki, Heydər Əliyevi, ulu öndərimizi təbliğini, həmişə güclü siyasətini, onda olan böyük daxiliyi həmişə yayımlayım, verim. Və buna görə də özümə borc bilirəm ki, hər il biz Heydər Əliyevə gününü, həmin bugünkü günü müxtəlif buraxılışlar edib tədbirlər keçirik.
Bundan da bizim möhtəşəm tədbirimiz oldu. Heydər Əliyevin 100 illiyində möhtəşəm tədbirimiz oldu. Nərmanov rayonunun yapım binasında və xüsusi buraxılış elədik. Və ikinci yenə 101 illiyində biz möhtəşəm yenə bir buraxılış elədik. Ancaq bu illərin biz qərara gəldik ki, Kanal 5 olaraq, sənət dünyasının nuru olaraq, eləcə də bir vətəndaş olaraq böyük bir layihəyə imza atdıq. Bu Vətən Fatihləri layihəsidir ki, bu yaxınlarda Azərbaycan Zabitlər Evində bu layihənin böyük tədbiri keçiriləcək. Və bu layihədə biz Vətən Fatihləri, şəhidlərimiz haqqında film çəkmişik, sənətli filmlər çəkmişik və kitabının təqdimatı olacaq və Heydər Əliyev Ulu Öndərimizin xüsusi buraxılışı olacaq və burada Ulu Öndərimizin ruhuna biz bu buraxılışı, bu tədbiri həsr eləmişik. Mən hər birinizə təşəkkür edirəm və heç zaman hər birinizdə bunu arzu edərəm ki, Ulu Öndərimizin xalqımız üçün çəkdiyi zəhməti, əziyyəti unutmayaq və hər zaman onun təbliğində, onun gördüyü işlərində bax beləcə gənclərimizə çatdıraq. Çünki gənclərimiz hələ cavandır, gəncdir, keçmişdən o qədər xəbəri olmuyor. Bu biz orta yaşlı və eləcə də yaşlı nəsli üzərinə düşür ki, hər şeyi gənclərə düzgün və əsaslı surətdə çatdıraq. Buna görə də hər birinizə təşəkkür edirəm. Eləcə də bu birliyə təşəkkür edirəm ki, bu gənclər birliyi hər zaman dövlətinin, yenə deyirəm, xalqının yanındadır. Evet, değerli konuklarımız, Azerbaycan Yazıcılar Birliği ve Azerbaycan Jurnalistler Birliği Üzvü Sayın Fergane Medyettin Kızı hanımefendiye içten, samimi ve de kudretli konuşmalarından ötürü teşekkür bir borç ediyoruz. Alkışlarınızla.